Yeni il gecəsi Qubada baş verən hadisə məhkəmə ilə yekunlaşıb. Məlumata görə hadisə ötən ilin dekabrın 31-də Quba rayonunda yerləşən otellərin birində qeydə alınıb. Bakı sakini Kamil həyat yoldaşı Günəşlə birlikdə bayramı qeyd etmək üçün həmin ünvana gəlib. Otelin restoranında başlayan narazılıq sonradan otaqda davam edib. İddiaya əsasən mübahisəyə səbəb kişinin tanımadığı azyaşlıya 50 manat pul verməsi və daha sonra həmin uşağın atasının onlara yaxınlaşması olub. Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, hadisə zamanı spirtli içki qəbul edib və həyat yoldaşı ilə aralarında mübahisə yaranıb. O mübahisə zamanı qadını itələdiyini və ona zərbələr endirdiyini etiraf edib. Zərərçəkmiş şəxsin sözlərinə görə o hadisədən sonra oteldən ayrılaraq başqa ünvanda gecələyib və növbəti gün Bakıya qayıdıb. Daha sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edərək hadisə barədə məlumat verib. Quba rayon məhkəməsinin hökmü ilə Kamil aylıq qazancının 10% dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.